Bəzən elə olur ki, qəlbində bir boşluq hiss edirsən. İbadətlər sənə dad vermir. Duaların sanki tavana dəyib geri qayıdır. Dünyanın dərdi sənə dağ kimi ağır gəlir. Allahın vədi isə uzaq görünür. Və sən qorxu ilə özünə sual verirsən. Mənim imanıma nə olub? Niyə əvvəlki kimi hiss etmirəm? Əziz yol yoldaşım, qorxma. İman sabit duran bir daş deyil. İman canlı bir ağacdır. Onun baharı da var, payızı da var. Yarpaq tökdüyü vaxt da olur, çiçək açdığı vaxt da. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur. Həqiqətən, paltar köhnəldiyi kimi, iman da qəlbinizdə köhnələr, zəifləyər. Elə isə Allahdan imanınızı yeniləməsini istəyin. Deməli, iman zəifləyə bilər. Bu bir fəlakət deyil, bu bir siqnaldır. Siqnal verir ki, ruhun acdır, onu qidalandır. Bugün o solmuş ağacı yenidən canlandıracağıq. Bugün sizinlə birlikdə 5 qızıl addım atacağıq. Elə addımlar ki, Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm və İmam Əli əleyhissalam bizə miras qoyub. Bu video bitəndə, inşallah, qəlbinizdə sarsılmaz bir qalanın tikildiyini hiss edəcəksiniz. Birinci addım və ən böyük təməl mərifət, Allahı tanımaq. Bizim imanımız niyə zəifdir bilirsinizmi? Çünki biz Allahı sadəcə var kimi qəbul edirik, amma onu tanımırıq. İnsan tanımadığı birinə güvənə bilərmi? Xeyr. İnsan tanımadığı birini sevə bilərmi? Xeyr. İmam Əli əleyhissalam buyurur, dinin əvvəli onu, yəni Allahı tanımaqdır. Sən Allahı necə tanıyırsan? Sadəcə cəhənnəmdə yandıran kimi? Yoxsa anadan daha şəfqətli, damardan daha yaxın bir dost kimi? İman güclənməsi üçün sənin Allah təsəvvürün dəyişməlidir. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm bir gün səhabələrinə bir quşu göstərdi və soruşdu. Bu quş balasını oda atarmı? Dedilər, xeyr, ya Rəsulallah. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurdu. Allahın qullarına olan mərhəməti bu quşun balasına olan mərhəmətindən qat-qat artıqdır. Bax, iman budur. Sən başa düşəndə ki, səni yaradan, səni səndən çox sevir, o zaman iman alovlanar. Addım 1. Allahın adlarını öyrən. Rəhman nədir? Vədud nədir? Lətif nədir? Onu tanıdıqca ona aşiq olacaqsan. İkinci addım. Təmizlik. Təsəvvür et ki, sənin qəlbin bir güzgüdür. İman isə günəşdir. Əgər güzgünün üstü toz, palçıq və pasla örtülübsə, günəş orada görünərmi? Görünməz. O paslar bizim günahlarımızdır. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur. Qul bir günah etdikdə qəlbində qara bir nöqtə yaranar. Əgər tövbə edərsə, o nöqtə silinər. Əgər günaha davam edərsə, o ləkə böyüyər və bütün qəlbini bürüyər. Bax, imansızlıq hissi o qara ləkələrdir. Gözün harama baxıb ləkə düşüb. Dilin qeybət edib ləkə düşüb. İndi o ləkələri silmədən iman nurunu görə bilməzsən. Dərman nədir? Göz yaşı və istiğfar. İmam Əli əleyhissalam buyurur, göz yaşları günahların silgisidir, tövbə isə qəlblərin baharıdır. Bugün, elə indi özünə etiraf et, mən səhv etdim Allahım. Bu cümlə sənin qəlbindəki bütün pasları əridəcək ən güclü kimyəvi maddədir. Qəlbi təmizlə ki, iman oraya qonaq gələ bilsin. Üçüncü addım, təslim olmaq, yəni təvəkkül. İmanı zəiflədən ən böyük virus gələcək qorxusu və narahatlıqdır. Sabah necə olacaq? Pulum çatacaqmı? Xəstələnəcəyəmmi? Bu suallar imanı yeyib bitirir. Güclü iman, sükanda sənin yox, Allahın olduğunu qəbul etməkdir. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur, əgər siz Allaha haqqı ilə təvəkkül etsəniz, o quşları ruziləndirdiyi kimi sizi də ruziləndirər. Onlar səhər ac çıxar, axşam tox qaydar. Quşun soyuducusun yoxdur, bank hesabı yoxdur. Amma sabah ac qalaram deyə depressiyaya düşmür, çünki Rəbbinə güvənir. İmam Əli əleyhissalam buyurur, ümidsizlik sahibi üçün öldürücüdür. Allaha güvənən üçünsə heç bir çətinlik yoxdur. Sən öz planlarını Allaha tapşır. Güclü iman, Allahım,
sən mənim üçün məndən daha xeyirlisini bilirsən deyib rahatlamaqdır. Narahat olmağı bıraxdığın an imanın ləzzətini dadacaqsan. 4-cü addım əməl, yəni hərəkətə keçmək. İman sadəcə qəlbdə bir his deyil, iman əzələ kimidir. İşlətməsən zəifləyər və əriyər. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur, İman dil ilə iqrar etmək, qəlb ilə təsdiq etmək və bədən üzvləri ilə əməl etməkdir. Sən oturub imanım artsın deyə dua etməklə iman artmaz. Qalxmalısan, səcdə etməlisən, bir yoxsulu sevindirməlisən, bir yetimin başını sığallamalısan. İmam Əli əleyhissalam buyurur, əməl imanın şahididir. Sən bir yaxşılıq edəndə içində bir istilik yaranır, elə deyilmi? Bax, o istilik imanın artmasıdır. Kiçik də olsa bir şey et, yoldan bir daşı götür, birinə təbəssüm et. Hər əməl iman binasına qoyulan bir kərpiçdir. 5-ci və son addım, zikir və davamlılıq. Odunun üstünə odun atmasan, ocaq sönər. İman ocağının odunu zikirdir. Allahı unutduğun an iman sönməyə başlayır. İmam Əli əleyhissalam buyurur, zikir qəlbin nurudur, davamlı zikir ruhun həyatıdır. Möhtəşəm bir şey etməyə ehtiyac yoxdur. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur, Allah qatında əməllərin ən sevimlisi az da olsa davamlı olanıdır. Hər gün 5 dəqiqə ayır, amma hər gün. Daimilik möcüzə yaradır. Əlini qəlbinin üzərinə qoy və mənimlə birlikdə ruhunun dərinliklərindən bu kəlmələri təkrar et. Hər kəlmədə imanının yeniləndiyini, qəlbinin nurlandığını hiss et. La ilahə illallah, səndən başqa ilah yoxdur. Səndən başqa seviləcək, qorxulacaq heç kim yoxdur. Qəlbim sənin evindir. Ya muqallibəl qulub, thəbbit qəlbi ələ dinik. Ey qəlbləri çevirən Allahım, mənim qəlbimi dinin və imanın üzərində sabit et, məni büdrətmə. Āmentu billah, mən Allaha inandım. Şübhələrim yalandır, sən gerçəksən. Əstəğfirullah, qəlbimdəki pasları təmizləyirəm. Məni bağışla ki, səni görə bilim. Elhamdülillah, mənə iman nemətini verdiyin üçün, məni qapına çağırdığın üçün sənə şükür edirəm. İndi sən daha güclüsən, indi sən daha sabit qədəmsən. Şeytan gələcək, vəsvəsə gələcək, çətinlik gələcək. Amma sən bu 5 addımı xatırlayacaqsan. Tanı, təmizlən, güvən, işlə və zikr et. Bu qala yıxılmaz. Əgər bu video sənin imanına bir qüvvət oldusa, zəhmət olmasa, bəyən düyməsinə basaraq bizə dəstək ol. Kanalımıza abunə ol və rəy bölməsində Allahım, qəlbimi imanla sabit et yaz. Bu dua sənin əhdin olsun. İmanınız kamil, üzünüz ağ, yolunuz cənnət olsun. Hələlik, Allah amanında.